6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında startaplar üzrə 5-ci milli çempionat keçirilib. Miniboss Business School Bakunun təşkilatçılığı ilə keçirilən çempionatda 22 komanda yarışıb. Onlar innovativlik, mənfəətlik, mediada işıqlandırma və münsiflər heyətinin sualını cavablandırma kimi meyarlar üzrə qiymətləndirilib. Ölkədə sahibkarlıq sahəsində innovativ baxış, yeni bir ənənə. Miniboss Business School Bakunun təşkilatçılığı ilə apreldə keçirilən startup forumda 22 komanda müxtəlif sahələr üzrə biznes layihələrini nümayiş etdirib. Münsiflər tərəfindən dəyərləndirilən startuplara müvafiq qrantlar ayrılıb və artıq vaxtı. Gənc sahibkarlar öz hazır məhsullarını təqdim edir. 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında startuplar üzrə 5-ci milli çempionat keçirilir. Məktəbimiz 5 illik fəaliyyət dövrünü qeyd edir və bu qısa müddət ərzində uğurlarımız bol olmuşdur. Beynəlxalq arenada 2 dəfə dünya çempionu, 1 dəfə 2-ci yeri qazanan, 2 dəfə isə 3-cü yeri qazanan ölkə məhz Azərbaycan olmuşdur. BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə 14 mükafat almışıq. Həmçinin Miniboss Baku 75 filialdan 2 dəfə ən yaxşı filial adını qazanmışdır. Çempionatda 22 komanda yarışır. Bir-birindən kreativ və maraqlı layihələr Saif and Sage kateqoriyalar üzrə dəyərləndirilir. Qeyd edək ki, Saif sərbəst sahibkarlıq üzrə yaradılan startuplar, Sage isə qlobal ətraf mühitin inkişafına yönələn layihələrdir. Komandalardan 13'ü Saif, 9'u isə Sage kateqoriyasında çıxış etdi. Hər iki kateqoriyada 3 qalibimiz olacaq. Bundan əlavə bizim bu ildə müxtəlif nominasiyalarımız olacaq. Bu nominasiyalarımız digərlərindən gözəl ad ilə və ya hər hansı bir gözəl brend adı ilə seçilibsə, onlara da nominasiyalar təqdim olacaq. Bu il 25 illik idi bizim brendimizin. Bununla əlaqədar, yəni bu səbəbdən baş ofis belə qərara gəldi ki, bütün ailələr, Miniboss ailələri bir adada həm bunu qeyd eləsin, həm dünya çempionatı keçirilsin. Dünya çempionatı Maldiv adalarında keçiriləcək 7-15 iyul tarixlərində. Mən Mr. Sabın komandasının üzvüyəm. Bizim məhsulumuz uşaqları əllərini yumağa həvəsləndirmək üçün nəzərdə tutulub. Bununla da onların bu vərdişi daha intensiv hal ala bilər. Bizim məhsulumuz ətraf mühit üçün də vacibdir. Bizim komandamızın adı Nutriplayt'dir. Bu elə bir boşqabdır ki, sizin daha sağlam qidalanmağınıza yardım edəcək. Bu, karbohidrat, protein, liflərdən ibarət 3 hissəyə bölünüb. Startuplar üzrə milli çempionat çərçivəsində ənənəvi Miniboss bazar da təşkil olundu. Tələbələr hazırladıkları məhsul və xidmətləri qonaqlara təqdim etdi. Bizim məhsulumuz hər birinin özünün fərqli xarakteri olan şokoladlardır. Hər şokolad Azərbaycanın nağıl qəhrəmanı olan hansısa bir milli obrazı təmsil edir. Hər şokoladın özünə məxsus dadı var. Mən bugün nağıl xarakterlərimizdən biri olan Tık-Tık xanımam. Məsələn, Tık-Tık xanım zəfəran dadlı südlü şokoladdır. Kosa karamelli şokoladdır. Molla Nəsrəddin isə tarçınlıdır. Məktəb yaşından uşaqları biz hazırlaşdırmalıyıq. Məktəb yaşından insanlar başa düşməlidirlər ki, bu həyatda yalnız və yalnız insanlara faydalı olmaq, cəmiyyətə, iqtisadiyyətə, dövlətə və xalqa faydalı olmaq çox vacibdir. Bu innovativ təsirin ən vacib məsələsi odur ki, heç kim vaxtını itirməsin. Nəhayət, Minibossların böyük bir səbirsizliklə gözlədiyi an yetişdi. Çempionatda hər iki kateqoriyada ən yüksək nəticə göstərən 3 komanda mükafatlandırılır. Qeyd edək ki, Miniboss Business School qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialı olan yeganə məktəbdir. Özünə məxsus metodikası ilə 6-17 yaş arası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına, güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Mələk İnqilablı, Yunis Əhmədli, Cavid Mehdiyev, ATV Xəbər.